Qızılın qiyməti nə qədər dəyişsə də alıcılarını və dəyərini heç vaxt itirmir. Milyas xəbər verir ki, satıcıların sözlərinə görə toy dəstlərinə tələbat daha çoxdur. Bir dəstin qiyməti 3000-ə başa gəlir. Bu daha çox brilliantların növündən və qızılın çəkisindən asılıdır. 140 manatdan aşağı 585 və 583 ayarlı qızılı satmaq qeyri-mümkündür. Qızılın qiyməti gündəlik dəyişir. İqtisadçı Xalid Kərimli deyib ki, qızılın qiyməti son bir ayda stabil olaraq qalıb. Xüsusilə Amerika-Çin arasında münasibətlər qızılın qiymətinə aprel ayından sonra korreksiyaya gətirib çıxarıb. Amma ümumi şəkildə dünya iqtisadiyyatı ilə bağlı siyasi və hərbi məsələlərlə bağlı risklər qaldığına görə qızılın qiymətləri yüksək qalıb. Çoxlu faktorlar var ki, həm siyasi, həm də ticari sahədə riskləri artıra bilər. Qızıl həmişəki kimi riskləri olanda ənənəvi təhlükəsiz aktiv investor kimi diqqət mərkəzindədir. Ona görə risklərin artıb azalması ilin sonuna qədər qızılın qiymətinə təsir eləyəcək. Qeyd eləyək ki, qızıl sadəcə bəzək deyil, həm də etibarlı investisiya sayılır.